Herkese salam, kanalıma ve videoma xoş gəlmisiniz. Dostlar, burada sizin üçün hazırlaşıb mağazaya gedirəm və Bakı karta pul vuracağam. Məktəbə avtobusdan gitdiyimə görə Bakı karta pul vurmaq lazımdır. Ona görə də burada hazırlaşıram sizlər üçün. Və dostlar, burada üstünə səs yazdırma eləyirəm və ingilis dilini necə öyrənə bilərsiniz haqqında bir məlumat vermək istəyirəm. Deməli, birinci gün İngilis dilini bir nağıl götürürsünüz. Yəni ki, telefondan götürürsünüz bir nağıl və o nağıla 3 saat və yaxud da 2 saat, 1 saat, 2 saat ayırırsınız ingilis dilinə və oturursunuz. Yəni ki, 1 saatdan artıq keçə bilərsiniz. Yəni, amma 1 saatdan az bir keçməyin. Çünki heç nə öyrənə bilməyəcəksiniz. Deməli, nağıla 3 dəfə bu nağıla qulaq asırsınız, dinləyirsiniz. Həm baxa-baxa qulaq asırsınız. Qoyursunuz qabağınıza, baxa-baxa qulaq asırsınız. Və beləsinə 3 dəfə qulaq asırsınız. 3 dəfə də ola bilər, 4 dəfə də ola bilər. Yəni ki, sıxılmağınıza baxır da. Siz daha doğrusu mən 3 dəfə baxdım. Yəni özümə məqsəd qoydum ki, mən 3 dəfə bu nağıla baxacağam, 3 dəfə də onu dinləyəcəm. Deməli, bu nağılı baxıb dinlədikdən sonra 3 dəfə də qoyursunuz başqa bir yerə, çöndərirsiniz üzünüzü, yəni ki, o nağıla baxmırsınız. Və o nağıla baxmırsınız və elə 3 dəfə də qulaq asırsınız o nağıla. İkinci gün nə edirsiniz? Həmin videonu, bu arada mən burada dərsə hazırlaşıram. Qısa-qısa kəsib deyəcəm ki, nə edirəm mən burada. Və dostlar, səhərisi günü isə bu mətni yazırsınız bir dəftərə, ingilis hissəsini dəftərə yazırsınız və eyni zamanda oradan bilmədiyiniz sözləri çıxardıb başqa bir lüğətə yazırsınız. Bu maşınların səsi də imkan verirsə danışacağam. Və üçüncü günü isə nə edirsiniz? Üçüncü gün götürürsünüz. Burada işte dostlar, bu arada məktəbdən gəlirəm və üçüncü günü isə bu lüğətə yazdığınız sözlərin hamısını bir tərcümə edirsiniz. Və dördüncü günü isə bu yazdığınız sözləri hamısını tərcümə edildiyiniz sözləri, yəni başlayırsınız öyrənməyə. Bu sözlərin hamısını öyrənənə qədər təkrar edirsiniz. Əgər bu yöntəm sizə çox uzun gəlsə, o zaman başqa bir yöntəm, yəni 5-ci sinif və yaxud da 6-cı sinifin bir lüğət sözləri olan lüğətlər çıxartdırırsınız. Hamısını bir gündə bir dənə lüğət götürürsünüz məsələn. Onların hamısını öyrənənə qədər təkrar edirsiniz, öyrənirsiniz, öyrənənə qədər oxuyursunuz yəni. Bu yəni 5-ci sinifdə ola bilər, 6-cı sinifdə ola bilər. Yəni ki, baxırsınız da siz özünüzün biliyinizdə, yəni 5-dən bilirsinizsə 6-cı sinifdən öyrənirsiniz, 6-cı sinifin lüğətlərinə baxırsınız. Dostlar, birinci dediyim yöntəmi bir nağıl götürürsünüz, onu 5 dəfə, yəni ki 5 hissəyə ayırırsınız və bütün günü öyrənirsiniz. Bu nağılı ta ki o sözləri, dediyim sözləri öyrənənə qədər öyrəndikdən sonra isə ikinci başqa bir nağıl götürürsünüz və başqa bir nağıl öyrənirsiniz. Bu arada mən burada kofe düzəldirəm, gördüyünüz kimi. Orada balaca bir şey qatacağım. Daha doğrusu arxasında, o kofenin arxasında balaca bir şey göstərmişdim. O isə kofenin şiqaltıdır. Bu arada bu kofeni hardasa bir 50 ya da 55 qəpiyə almışdım. Və kofe çox xoşuma gəldi. Yəni yekə olduğuna görə mən bunu 2 dəfəyə falan içdim yəni. Və kofeni mən çox belə şəkərli xoşlayıram deyə içərisinə biraz da pəsox qatacağım. Və dostlar, gördüyünüz kimi o qara şiqaltı da içərisinə qatdım. Sonra belə biraz da pəsox qatıb qarışdıracağım. Və çox qəşəng bir şey alınacaq. Bu arada isti su dökürəm. Amma sıradan biraz da soyuq su əlavə edəcəm. Çünki kofeni mən çox da isti içə bilmirəm. Əslində bu kofeni normal olaraq şəkər qatmırsınız. İsti su, daha doğrusu soyuq su əlavə eləmirsiniz. Əslində eləyənlər də var. Yəni ki, normalda belə olmalıdır, amma mən də anormallar kimi içərisinə su və şəkər qatıram.
Ve burada gördüğünüz kimi kofeni karıştırıram ve çok qəşəng bir şey alınır. Sonra da bu kofeni ders ilə içirəm. Çox qəşəngdir. Yəni gördüğünüz kimi belə bir kofe qabı almışam ayrıca. Ve onu her defa ders eləyəndə kofe götürürəm, alıram, içərisini doldururam ve eləncə ders eləyə içirəm. Çox qəşəng gəlir. Ve dostlar, burada da gördüğünüz kimi bu yaman gündəydi. Ya bunu bilmirəm nə adlandırım, amma dolabım, yəni şkafım yaman gündəydi. Gördüğünüz kimi. Bu arada bu artikləri mən Temu'na zakaz vermiştim. Birinci ya da ikinci videomda falan görəcəksiniz. Görmüsünüz böyük ehtimalla. Baxanlar, izləyənlər və belə. Bunları da isə düzəldirəm. Hamısını sizin için düzəldirəm. Bu arada orada lol bebek falan görürsünüz. Onları hamısını çıxardacağım. Gələn vlogda istəsə sizin üçün də çəkərəm. Bu arada burada kameranı ləbirəm söndürmüşəm, qoymuşam yerə. Gördüğünüz kimi sizin için videolar çəkirəm. Siz de kanalıma abone olub like atıp yorum yazmayı unutmayın ki, belə videoların ardı gəlsin və əgər komentlər açıq olsa, yəni yorumlar açıq olsa, fikirlərinizi bildirərsiniz, necə bir videolar çəkim. O haqda deyin, çünki artıq video planı gedibdir, yəni bütün ağlımda tutduğum videoları hamısını çəkmişəm və paylaşmışam da. Əgər istəsəniz kanalımdan izləyə bilərsiniz. Burada dostlar, sıxıcı olmasın diye sizler için seslendirme yazdım üstünden İngiliz dili hakkında. Eğer bu verdiğim bir fikirler size maraqlıdırsa, eğer elədinizsə, bir şey öyrənəbildinizsə, mənə rəylərdə yazarsınız. Ve dostlar, gördüğünüz kimi burada buruşkalarımı falan yerleştiririm. Bu arada pilkadır, tırnaq pilkası. Ve gördüğünüz gibi belə glosslarımı, pomadalarımı hamısını yerləştiririm ve videom da burada bitəcək artıq. Bu arada eğer bu şkafların falan içlerini daha aydın bir şekilde göstermemi istəyirsə, yine de komentlərdə yazıb mənə like atın. Ve bu qədər idi dostlar, hələlik.